və müsəlman toplumunun dəyəri, qiyməti bununla ölçülür. Elə belə insanlar namaz qılsınlar, oruç tutsunlar, geçsinlər milyonla, milyardla sədəqə toplasınlar, paylasınlar. Ondan sonra məscidlər tiksinlər bütün günü, oturub bütün günü Quran oxusunlar. Sən də qıradan bax, deyən bunlar nə gözəl dindardır. Sonra bax bunların var barasına, görsən ki, yoxdur. O gördüklərinin hamısı onların başına dəysin, boş şeydir. Din qeyrəti yoxdursa, Allaha görə vəlayət və vəlayət yoxdursa, onların o din yaşayışı ki yoxdur, hamısı hafiz olsun. Nə olurlar olsunlar, bir mənası yoxdur. İbn Teymiyyənin belə bir sözü var, deyir ki, İnnə həzə dinə limən zəbbə ənhu. Bu din, bu dinin qeyrətini çəkənin dinidir. Elə bir ki, bir dənə adam var, anası bastı var, qeyrətini çəkməyəndən sonra nə mənası var ki? Qızıl xərcəsin bütün gün onlara. Əgər onun qeyrətini çəkib qısqalmırsa, nə mənası var ki? Bu din, sənin sanki bir anandır, bacındır, namusundur, qeyrətini sən çəkməlisən onun qeyrətini. Necə? Kim ki ondan deyil, kim ki ona qarşı həddaşır, dindən olmayan şey danışır, inanır, dəvət edir, nə etməlisən ona qarşı? Otur, deyil, gül, söhbət elə, onda sənin qeyrətin hara getdi ki? Din qeyrətin yoxdur demək ki sənin. Əbul-Vəfa İbn Aqil hicrətin 6-cı əsrində yaşayıb Həmbəli imamıdır. Deyir ki, İzə ərədtə ən tə'ləmə məhəlləl-İslam min əhli-zəmən fələ tənzur ilə zuhamihim fi əbvəbil cəvəmi və dəcicəhum fil-məvqif biləbbeyk. Deyir, əgər sən öz zamanında yaşayan İslam əhlinin İslama münasibətini bilmək istəyirsənsə, yəni bunların, İslamla bunların münasibəti necədir? Bunu bilmək istəyirsənsə, məscidlərin ağzında izdihamla, sürü ilə məscidə girib çıxmaqlarına baxma. Camaat namazına girirlər, çıxırlar, baxırsan deyirsən, maşallah. Camaat namazı qılırlar, məscidə yığışıblar. Buna baxma deyir. Və həcc mövsümündə Məkkədə həccin əhkamları edilən yerlərdə, Ərafada, Minada, Kəbədə və s. Ləbbeyk, ləbbeyk qışqırmaqlarına da baxma. Və innəmə unzur ilə müvətəətihim ə'dəəş-şəriə. Ancaq şəriət, İslam düşmənlərinə qarşı mövqeylərinə bax. Onlara qarşı münasibətlərinə bax. Onunla bil ki, bunlar kimdir? Yəni, insanların namazı ilə, insanların zahiri görkəmi ilə, sünnəni zahirdə izhar etməyi ilə, gözəl Quran oxuması ilə, gündə nafilə ibadətlər, gecələr namaz qılıb, gündüzlər oruç tutmasına, əxlaqına, sünnə ilə geyiminə, sünnə ilə yeməsinə baxma. Bir insanın yanında dinin dəyəri bundan ölçülmür. Bax, gör ki, dinə münasibətdə qeyrəti necədir? Onunla biləcəksən. Elə bu müşriklərdə də belədir. Misal üçün adamlar var, çıxırlar, vətəndən şeir deyirlər. Gözəl şairlər, gözəl şeirlər yazıblar, vətənlə bağlı. Deyirlər. Ancaq ağlı adamlar deyir ki, şeiri demək nə var ki? Nə ilə ölçülür? Deyir, müharibə vaxtı deyirlər, haradaydın, hara qaçmışdın? Kim ki gedib döyüşüb və ona deyirlər, bu iki adamdır. Bu deyir, sevirəm, gedib can verib, qıçını itirib, qolunu itirib. Ona deyirlər, bu sadiqdir, bu doğrudan sevir. Qazidir, əlindən öpürlər, hər yerdə hörmət edirlər. Ancaq kim ki boş-boş danışır, ona deyirlər, boş-boş danışır bu. Yəni bu şey deyil də, səmimi deyil, sevmir. Sevsəydi nəysə bir fədakarlıq edərdi. Həmçinin qadının qeyrətin, namusun çəkənə deyirlər ki, qeyrətli oğlandı. Namuslu oğlandı, qeyrətli oğlandı. Qadının, qızın qeyrətin, namusun çəkməyənə də deyirlər ki, peysəldir. Belə adı müşriklər belə deyirlər. Din deyini bunun kimi heç bir fərqi yoxdur. Əgər qeyrətin çəkirsə, o din onundur. Allah qatında da həmən kəs sevilən insandır. İnsanların da yanında sevilən də o mənada ki, ondan xoşları gəlməsə də insanların dininə qarşı qeyrət. Ancaq bilirlər ki, o düzdür. Ancaq dinin qeyrətini çəkməyən adam, o iman, İslam iddiası nədir? Boşdur. İmanın əsli budur, valə-vəl-bara. Bunun üzərində olur hər şey. Din hamısı bunun üzərindədir. Subhanəkə Allahümə bihamdik, əşhədü ən la ilahə illə əntə, estəğfiruka və etûbü ileyk.